məşhur Şuşa türməsidir. O vaxtı burada Şuşa işğal olunanda burada deməli olan məhbuslar onlar həqiqətən da artıq Şuşa işğal olunub və o məhbuslara deyiblər ki, seçim sizindir, artıq qapını açırıq. İstəyirsiniz gedin, istəyirsiniz də mübarizə apara bilərsiniz. Və bu Şuşa türməsində olan məhbusların əksəriyyəti kişi kimi şərəflə döyüşüb şəhid oldular. Yəni, baxın, həmin bu Şuşa türməsi 30 il sonraki halı, 33 il sonraki halı budur. Azərbaycanlılar tikib, Azərbaycanlılar yəni o vaxtı burada bu türmədə çalışıb. Hətta bir dənə erməni varmış. Bu ermənilər belə münaqişə eləyəndə o Azərbaycanlıların tərəfini saxlayıbdır və deyib ki, təbii ki, haqlı tərəf bunlardır, siz düz eləmirsiniz falan, nə bilim nə. Azərbaycanlıları sıxışdırıb çıxartmaq istəyirsiniz, neyinirsiniz? Onu Xankəndində körpünün üstündə başını kəsiblər. Lənət olmuşlar. Yəni, haqqı deyən olanda da, bax, elə haqq səsini kəsirdilər. İndi İnsandır da, onların da içində qanan da olur, qanmayan da olur. Gördüyünüz zəfər yolu da buradan görünür. Aşağıda Xankəndi şəhəridir. O dağların arxa tərəfində buradan çox da görünmür, amma yəni belə qabaqda da bir qala var, onu çəkib göstərəcəm sizə. Belə. Burada Azərbaycanlıların yaşadığı yer vardı ki, onlar hal-hazırda uçurulubdur. Burada yaşayırdılar. Bu türmədə işləyənlər. Onları da tamamilə kürüyüb uçurublar. Yəni, bunlar məlum məsələdir, bilirdilər ki, %100 bilirdilər ki, Azərbaycanlılar öz torpaqlarını alacaqlar. Baxın, yol həmin yol, hər şey həmin yer və heç bir nə quruculuq iş aparmayıblar. Nə də ki, yollar hamısı, bax, necə var, elə də qalır. Əllərindən ancaq dağıtmaq gəlirdi. Bilirdilər ki, yəni, tarix torpaqlar azad olacaq. %100 əminmişlər, %100 əminmişlər. Qədim qaladır. Orada durur. Şuşa şəhəri Xan qızı Natavanın bulağı. Qədim məskənlərimiz hamısını dağıtmağa çalışıblar. Şükürlər olsun. Xan qızı bulağı 1872-ci ildə Şuşanın Çölqala məhəlləsində tikilib istifadəyə verilib. Bulaq İbrahim Xəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı, şair və rəssam Xurşud bəy Natavanın şəxsi təşəbbüsü və vəsait hesabına çəkildiyinə və tikildiyinə görə xalq həmin bulağı Xan qızı bulağı adlandırıb. Ümumilikdə Şuşada tarixən 17 məhəllə, 17 bulaq olmuşdur. Yəni, hər məhəllənin bir bulaq olub. Xurşud bəy Natavanın 19-cu əsrdə əhalisi getdikcə artan və içməli su sarıdan korluq çəkən Şuşa şəhərinə su çəkdirmək məqsədi ilə Şimali və Cənubi Azərbaycanın bir çox yerlərindən ustalar, mühəndislər, mütəxəssislər dəvət edib
suyun mənbəyi kimi şəhərdən təxminən 7,5-8 km məsafədə yerləşən Sarbaba dağının ətəklərindən bulaqlar çəkilib, oradan Şuşaya qədər saxsı borularla kəmər çəkilib. Ümumi iş 1,5 ilə başa çatıb. Bu da həmin məlumatlar. Oxumaq istəyən videonu saxlayıb oxuya bilər. 2020-ci ildə Şuşa işğaldan azad edildikdən sonra Xan Qızı bulağı tamamilə bərpa edilərək əhalinin istifadəsinə verilib. Qurumuş gözlərindən yenidən içməli su gəlib 2020-ci ildən sonra. Bu da Xan Qızının evi. Qədim mirasımız. Burada da Xan Qızının heykəli. Şuşamız. Yanında da bir dənə ev olub. O nədir bilmirəm. Həyətində də belə-belə evlər və orada bir qalaya bənzər bir yer. 19-cu əsrdə tikilmiş abidələrimiz. Xan Qızının gördüyünüz kimi evi. Necə qalın divarları varmış. Zətdə peşə məktəbində bax belə pilləkəni böyütəndə hörgü vardı. Bax belə bir yer var. Hı. 1800-cü illərin abidəsi. Soyuğa görə divarlar belə qalın olmuş. Restorasiya oluna bilər. Bizim tikiliş bizim.
yanı değil. Ha, pilləkəniymiş. Ben yandıklar ne yapsa. Ona bir şey Daha da üstünü yandıksa. bir nazarda. Üstündə şam bitiriyor buna bax. O bir tarafa da bak orada geniş aşağıda. Yok, ondan kızdırmışlar herhalde. Yok, gaz kaçtı, gaz kaçtı, yok gaz kaçtı. Ha, başka. Diyor burada da Şam ağacıdır. Muzey yıkıldı ya bu şeyin var. Sovyet zamanında. Yok, yok, gaz kaçtı. Gel hatta sokakta öldürmeyin. Bak gel. Ha, yanlış diyorsan bak. Bakın gelmem yandı. Yandırıqlar bunu, ha. Çok daha üstte de yanmıştır. Değil mi? Oradan böyle bir şey atırlar, yandırıqlar, şanı vurmaq. Yok, nəsə yandırıqlar. Vana. Alışıb yanıb. Üstü də bəslədə bunun əvvəl varmışdı. Üstündə yandı. Çoxu taxtı idi, buranın bir çox hissəsi taxtı idi. Bura yanıb. Formalardır, bax, Birləşsin buradan yanıb. görsən bax, belə, görsən. Rozetkaları gezərdi ondan sonra. O yuxarıdakı bacalarda nədən ötürdü bilmirəm də. Hava axındı. Şuşanın dağları değil dumanlar, kırmızı koftarın yaşı tumanlar, derdinden ölmeye çoktur gümanlar, derdinden ölmeye çoktur gümanlar. Bu ne kaşın, bu ne çayır, ölürüm derdinden, onu bil, danışmasan da bana var gün. Haydi bu ne kaşın, bu ne ter, ölerim derdinden, onu bil, danışmasan da beraber gün. Şuşada akşamlar doğar yıldızlar, onlardan güzeldi gelinler kızlar. Oturup yol üstte yarını gözler, oturup yol üstte yarını gözler. Ay kız bu ne kaşın, bu ne ter, öğrenim derdinden, onu bil, danışmasan da beraber gel. Ay kız bu ne kaşın, bu ne ter, öğrenim derdinden, onu bil, danışmasan da beraber gel. Şuşanın her yanda vardı sorağay, tarife layıktır ise bulanay. Dalanı bil bari kızlar oynagay, dalanı bil bari kızlar oynagay. Ay kız bu ne kaşın, bu ne ter, ölerim derdinden, onu ben danışmasan da beraber gel. Ay kız bu ne kaşın, bu ne ter.